Və o kəslər ki, Allahı zikr edərlər, ayaqüstə olarkən, oturarkən, uzandıqları halda və yetefekkerun fi xalqis semawati vel ard. O kəslər ki, göylərin və yerin yaradılışı haqqında təfəkkür edərlər, düşünərlər. Ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan. Bu göylər boş yerə yaranmayıb. Dağlar boş yerə yaranmayıb. Deməli, əgər bunlar boş yerə yaranmayıbsa, Allah Teala hörmətləndirdiyi məxluq olan insanı da boş yerə yaratmayıb. Və dərhal Allaha sığınır ki, fəqinə əzəbənlər və bizi cəhənnəm əzabından qoru. Ona görə Allah Teala buyurur ki, əfəhəsibtum ennəmə xaləqnəkum əbətən və ennəkum iləylə turcaun. Siz elə güman edirsiniz ki, yəni biz sizi əbəs yerə yaratmışıq və bizə qayıtmayacağınızı mı güman edirsiniz? O mən xalaqna səmaa vel arda və ma beynəhuma batıla. Biz göyü, yeri və arasında olanları boş yerə yaratmadıq. Zəlikə zannul lezine kafaru. Yəni bu küfr edənlərin zənnidir.